Gəlin bugün sosial şəbəkələrdə çox müzakirə olunan pultlu şüşə örtüklərinə, yəni plyonkalara qısaca nəzər salaq. Söhbət bir düymə ilə avtomobilin şüşəsini qeyri-şəffaf edən texnologiyadan gedir. Amma əsas sual budur, görəsən bu cəlbedici yeniliyi istifadə etmək qanunidir? Birincisi gəlin məhsulun özündən danışaq. Yəni, təsəvvür edin, pultun düyməsini basırsınız və salam, maşının şüşəsi bir anın içində görünməz olur. Qiyməti isə demək olar ki, heç də ucuz deyil, 1000 manatdan başlayır. Amma buna baxmayaraq satıcılar deyir ki, tələbat da çox yüksəkdir. İkincisi, bəs rəsmi mövqe necədir? Yəni, qanun nə deyir? Baxın, Baş Dövlət Yol Polisi İdarəsi bu məsələdə çox qətidir. Ön şüşədə bu cür örtüklərin istifadəsi qətiyyən olmaz, tamamilə qadağandır. Bütün şüşə örtükləri üçün müəyyən standartlar olsa da, ön şüşə üçün heç bir istisna yoxdur. Və nəhayət, əgər bu qaydanı pozsanız, nə olar? Cavab sadədir. Sizi 150 manat məbləğində cərimə gözləyir. Yekun olaraq bu bahalı texnologiya cəlbedici görünsə də, unutmayın ki, ön şüşədə istifadəsi birbaşa qanun pozuntusudur.